doktor, mən saçımı həftə ərzində neçə dəfə yumalıyam. Əgər yağlı saç dərisinə mənsub olan bir insanıqsa, biz saç yağlandıqca, onu yumağa ehtiyac duyduqca sıx-sıx, yəni hər günlük olaraq yumaqda bir problem deyil. Sadəcə olaraq bəzi durumlarda yaşadığımız zonadan asılı olaraq və yaxud da ki, ilin fəslindən asılı olaraq bəzi hallarda bu yuma tezliyini dəyişə bilirik. İlin daha çox soyuq fəsillərində saç yumanı bir qədər seyrəldir və ya 48-72 saatdan bir yumaq ilə əvəzləmək olar. Amma saç dərisi daha sıx-sıx yağlanırsa, bu zaman hər gün yumaqda bir problem yoxdur. Sadəcə yuyan zaman suyun temperaturunu çox yüksək tutmamaq lazımdır. Çünki tez-tez yüksək temperaturla yuyulan saçlar və saç dərisi çox tez aşılanmağa başlar və saç dərisi tez-tez yağsızlaşdığına görə, isti suyun da təsirindən dəri bariyeri pozulduğuna görə sanki kompensator olaraq həmin yağlı dəridə yerləşən piy vəzlərinin gündüz olaraq sekresiyası artmağa başlar. O yüzden yuman zamanı sadəcə nə qədər ehtiyacımız var, o nəzərə alınmalıdır. Tezliyi ona görə nizamlayacaq, yuma vasitəsini düzgün seçəcəyik və eləcə də suyun temperaturunu düzgün nizamlamaq tələb olunur.